bölümü məşğulluğa müraciət etmişdim, xəbər çıxdı mənə ki, belki 4 tane dana verdilər mənə. Sonra dərsə getdim. Birinci dərsə getmişdim, imtihanda mənə dedilər ki, böyük inəklərdir, bunları sağlayacaqsan, süt testləri sağlayacaqsan. Mənə inek əvəzdən bacır danalar verdilər. Qara dana, bu dana xəstədir. Bu inəklərlə Xəstə olub neyini yeyib? qan şişir. Evet. Mən bunlarla qabağa gedən bunların belki de heyvan olub. Burada Vay vay vay. Üçü də xəstədir qardaş. şu da xəstədir. Burada yazılır ki, bir inek 3 yaşına kadar 3 baş. 3 baş 3 yaşına qədər olan Şu heyvan. karşılığı yem verildi ama bu yemi yerindən mənə bir tane arpa yemi versəydilər yaxşı olardı. Mal yem. İnek əvvəlsi mənə belki dağlar verirlər. Mən bunu necə qabağa gedim? Sosialdan verilən iri buynuzlu heyvanlar xəstədir. Bizə təlim vaxtı bildirilmişdi ki, hər inək ilə 800 litr süd verəcək. Bu da o deməkdir ki, ilə 2400 litr məhsuldarlıq olmalıdır. Amma bu inəklər nəinki məhsul vermək, sağ qalsa sevinərəm. Bunları deyən Xaçmaz rayon Bəbəli kənd sakini Nəcəfov Sədrəddin Eynula oğlu Media TV Az Media qrupuna onu da bildirib ki, heyvanlarda qotur xəstəliyi də var. Nəcəfovu təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Bu da sosialdan bizə yardım. O tərəfdəki heyvanın gözlərinə nə oldu? Xəstədir. Qotur düşüb. Qorxturdu, xəstə. Bura baxın. Bura baxın. Heç bu heyvanların hərəsinin bir 450-500 manat qiyməti yoxdur Mən bunu qardaş. bazara aparsam, bura heç 450 manat verməyəcəklər. Gətir müqaviləni göstərək qardaş. Qardaş müqavilədə göstərir ki, inək 3 yaşa qədər 3 baş. Yəni oxuyursunuz da əmlak növü və kəmiyyəti sözünün qabağında. Müqavilə kağızları, hər bir şey əlimizdədir. Bunların verdiyi mallar 6 aylıq, 7 aylıq xəstə danalardır. Qulaqlarında Gürcistan bilkası, hamısı peynin içində xəstə. Bir də ki, mən bu inəyə həkim dərmə yazdım. İğnə dərmə. Bura baxın. Müalicə aldı. Baxın. Biznes planında qardaş göstərir ki, neçə min məbləğində heyvan 3 baş, 3 yaşında olan heyvan verilir. Damazlıq. Yəni sizin hədəfləriniz nə olacaq? Hər heyvandan ilə 800-900 litrə süd sağacaqsınız. Qazancınız olacaq sizin. Amma bunlar 3 dənə xəstə malda oturub biz ölümün gözləyirik.